Üzündə bir dənə də ləkə, sızanaq qalmayacaq. Mən də vaxtilə sızanaqlardan, qara nöqtələrdən çox əziyyət çəkirdim. Amma səbr edəndə və düzgün baxım edəndə hər şey öz yolunu tapır. Bugün Nail məhsulları ilə makiyajımızı təmizləyəcəyik. İlk öncə gellə üzümüzü yaxşıca təmizləyirik. Gəlirəm. Düz yuma geli ilə iş bitmir. Niyə? Çünki qara nöqtələrin və sızanaqların yaranmasının əsas səbəbi makiyaj qalıqlarının qalmasıdır. Hansı ki, məsamələrimizin içində və yaxud da ki, bax bu hissələrdə onu da yaxşı toniklə silmək lazımdır. Bu arada məhsulları o qədər bəyəndim ki, 100% toplayacağam. Baxaq görək gel necə təmizləyib ümumiyyətcə. Bundan daha bahalı gellər də işlətmişəm, heç bu effekti görməmişəm. Üzü tərtəmiz təmizlədikdən sonra artıq başlayırıq bir növ müalicə hissəsinə. Bu serumun tərkibində salisilik turşu, kollagen və digər sızanaqları sakitləşdirən, məsamələri sıxlaşdıran məhsullar var. O gözaltı qaralardan xilas olacaqsan, başqa yolu yoxdur. Bu gözaltı serum isə gözaltı halqalarını sakitləşdirəcək. O biraz görürsən ki, biri gözün altı sanki biri yorğun kimi, biraz mənfi təsir bağışlayır sənə. Bax, onlara zamanla kömək edəcək. Bu arada bu üzümdəki qızartılara fikir verməyin, sağ olsun. Mandarinlər sayəsindədir. Amma bu mandarini yeməyəcəyim anlamına gəlmir ki. Nəmləndirici, qızlar, bilirsiniz ən çox nəyini bəyəndiyim? Qəti şəkildə üzdə belə yapış-yapış hissi buraxmır. Çox sevdim, çox da bəyənərək istifadə edəcəyim bir məhsuldur. Onun heç bir məhsulunda mən saçımı batırdım. Yapış-yapış tekstura hiss etmədim. Bunu çox sevdim. Mənim dodağımda heç vaxt quruma, çatlama hissi olmayıb. Son 2 həftədir ki, dodağımda çox pis quruma və çatlama hiss edirəm. Yalnız dünən səhər bir dəfə istifadə etmişəm və ondan əvvəlki günə nisbətən biraz yumuşaldığını hiss etdim. Bu arada dodağım niyə belə qurumağa başlayıb bilmirəm. Bəlkə də su içməyi azaltmışam ondandır. Bəlkə də qocalıram. 30'a 2 il qalıb. 30'a 2 il qalıb. Belə baxımım bitdi. İnşallah zamanla səbirlə istifadə edərsiniz. O üz sağalacaq. Hələlik.